Hətta bəzilərdə var, çoxsudur ya, bəzilərdən çox şəxs. Yəqin ki görmüsünüz, yəqin ki ziyarət edənlər görüblər. Baxırsan ki, deyir mən İmam Hüseynin aşiqiyəm. Yolda yemək davası edir. Yolda sərinlik, kondisioner davası edir. Ki istidir, kondisioneri qoy. Və yaxud mən yeməyimin vaxtıdır, yemək yeməliyəm. Və yaxud su alın gətirin, dava gedir. Nəyin üstündə? Gedirlər zəvvallar üzü istiqamət Kərbəlaya, yemək içmək üstündə dava edir, sərinlik üstündə dava edir. Məgər budur aşiqlik. Hətta mən bəzən görürəm ki, bu cür şəxslər əgər imamın dövründə olsaydı, Kərbəlaya hicrət etsəydi, imamla bir yerdə, hətta imama qarşı da çıxardılar. İmamla da dava edərdilər. Yerdə bizim yemək içməyimiz yoxdur. Bizə yemək içmək təşkil et. Bu cür şəxslər ki, əgərləri Kərbəlaya ziyarətə gedə-gedə yemək üstündə, su üstündə dava edirsə, istər kişisi, istər qadını, adlarında zəvvar qoyurlar. Onlar imamın dövründə də olsaydılar, imama qarşı da çıxardılar. Hətta imamla dava edərdilər ki, bizə yemək ver, bizə su ver.